Əhl-i Beytin, Peyğəmbər və Əhl-i Beytin müharibələri vaxtı şuarlar olur, şuar. O hədisdə o şuarlardan danışılır ki, Əhl-i Beyt və onun qoşunu meydana çıxanda hansı şuarı səsləndirilmişdir. Hədisdə müəyyən şuarlardan danışılır, filan müharibədə bu şuar, filan müharibədə bu şuar. İmam buyurur ki, Cəddim Hüseynin Kərbəla vaqiəsində olan onun və əshabının şuarı Ya Muhammed. Yəni qoşun şuar, yəni hər bir qoşunun şuarı olmalıdır. İmam Hüseyin və onun əshabının Kərbəlada şuarı olub Ya Muhammed. Ya Muhammed sallallahu aleyhi və aleyhi və səlləm. Kərbəlada Peyğəmbər sağ idi ya yox? Ölünü çağırmaq olarmı? İmam Hüseyin əleyhissalam şəxsən meydana girəndə və əshabı səhabə də olub, qeyri-səhabə də olub İmam Hüseynin qoşununda meydana girəndə Peyğəmbərin adını çəkib daxil olurmuşlar. Hədisdə səhih sənəddir. O sizin kitab, bizim kitabda yoxdur. Siz bizə sonra baxarıq, o sonranın işidir. Bizə imamlarımızın hədisi kifayətdir. Bizə başqalarının kitabına ehtiyacımız yoxdur.